Salam şagirdlər, bu videoda KSK 9-dan A və B variantının bütün testlərinin izahına baxacağıq. Videoların davamı üçün kanala abunə olmağı, bəyənməyi və rəy yazmağı unutmayın. Sual 1-dən başlayaq. Bizə deyir ki, tərəfi A olan bərabər tərəfli üçbucağında A olan bərabər tərəfli üçbucağında A deyir 5 ilə 3 arasındadır. Bu üçbucağın perimetrinin qiymətini tapın. Perimetrimizin qiyməti nə olacaq? Deməli, bizim perimetrimiz 3 tərəfin cəmidir. 3A-dır. Düzdür? 3A nəyə bərabər olacaq onda? 3A 3 5-im 15 ilə 3 3-üm 9 arasında olacaq. Deməli, perimetr olacaq harda? 15 ilə 9-un arasında yerləşəcək. Cavabımız olacaq B variantı. Sual 2-yə baxaq. 4x minus 3 üçün modulu deyir 3-dən kiçik bərabər olarsa bərabərsinin tam həllərinin sayını tapın. Uşaqlar, gəlin birinci 4x çıxaq 3-ü 3-dən kiçik bərabər, bir dəfə də 4x çıxaq 3-ü böyük bərabər götürməliyik mənfi 3-dən. Bunu həll edək. 4x çıxaq 3 onda 4x yazacaq. 4x kiçik bərabər 3 üstə 3 6-dan, bir dəfə də 4x böyük bərabər nədən? Mənfi 3 üstə 3 0-dan. Alır burada x kiçik bərabərdir 1,5-dən, x böyük bərabərdir 0-dan. Deməli, x 0-dan böyük 1,5-dən kiçiklərdir. Kəsişdiyi ara hara düşür? 0, 1,5. Hər ikisi dolu mötərizə. İndi bizə nə deyir? Tam həllərini sayını tapın. Deməli 0, 1 tam həllərini. 0, 1, 2 dənə. Cavabımız olar A variantı. 2 dənə cavab. 1, 0 və 1. Deməli 3-də isə bizə verib x bölü 2 çıxaq x bölü 3 böyükdür 4 bərabərsinin ən kiçik tam həllini soruşur. Ən kiçik tam həllini soruşur bizdən. Neyəcəyik uşaqlar? Orta məxrəc 6-dır. 3x çıxaq 2x böyükdür 4-dən. Burada alırıq x bölü 6 böyükdür 4-dən. Deməli, x böyükdür nədən? 24-dən. Düzdürmü? Deməli, 24-dən böyük olanda bu şərt doğrudur. İndi bizə ən kiçik tam həll hansı olar? 24-dən böyük ən kiçik ədəd hansıdır? 25-dir. Düzdürmü? Cavabımız olar D variantı. Sonra 4-də isə bizə verib 2 vurulmuş x plus 3 üstə gələk 5x böyükdür 20 bərabərsini həll edin. Sadələşdirək 2x üstə gəl 6 üstə gəl 5x böyükdür 20. Toplasaq oxşar bir həlləri 7x üstə 6 bərabərdir 20-dirsə, keçirəm buradan yazıram. 7x böyükdür 20 çıxaq 6 14-dən, x də böyükdür nədən? 2-dən. Bizdən nəyi soruşurdu? Bərabərliyi həll edin. Cavabımız olar D variantı. Çalışma 5-də isə modulda x çıxaq 5 böyükdür 2 bərabərsini həll edin. Uşaqlar, modulda deyirdik, bir dəfə özünü yazırıq, böyükdür 2-dən, bir dəfə mənfisindən kiçikdir. X çıxaq 5 kiçikdir mənfi 2-dən. Bu mümkün olmayan halıdır, çünki mənfidən kiçik ola bilmir. Bircə saniyə. Aha, ola bilər. Bircə saniyə. Hə, modul deyil, özüdür. Kiçikdir, mənfi götürürük. Sonra yazırıq x böyükdür 7-dən, x kiçikdir 3-dən. İndi 3-dən kiçik 7-dən böyük ədədlər hansılardır? Mənfi sonsuzluqdan 3-ə kimi birləşmə 7-dən müsbət sonsuzluğa kimi. Cavabımız olar C variantı. 7-ci çalışmaya baxaq. A-nın hansı qiymətlərində 5A minus 27 ifadəsi ilə 3A plus 7 ifadəsinin fərqi mənfi qiymət alar. Bunun fərqi mənfi qiymət alar. Yəni sıfırdan kiçik olar. Gəlin baxaq. Yazıram 5A çıxaq 27 çıxaq 3A çıxaq 7 kiçikdir 0. Sadələşdirək. 2A çıxaq 34 kiçikdir 0. 2A kiçikdir 34-dən. A kiçikdir 17-dən.
İndi nə deyir? Deyir A-nın hansı qiymətlərində bu mənfi qiymət olar? A-nın 17-dən kiçik hallarında, yəni cavabımız olar C variantı. Sonra 8-ci çalışmada isə cəmi 20 olan 2 ədədə cəmi 20 olan, tək ki olsun x-dən y, cəmi 20-dir. 2 ədəd. Hansı ən kiçik ədədə əlavə etsək, bu 3 ədədin ədədi ortası 12-dən kiçik olmaz. Aha. Deyir cəmi 20 olan 2 ədədə. Yəni x-ın y-in cəmini. Hansı ən kiçik ədədi əlavə etsək, yəni bu x-la y-ə, yəni 20-yə. Hansı ədədi əlavə etsək, tək A-dən əlavə etsək, ən kiçik ədədi əlavə etsək, bu 3 ədədin ədədi ortası, yəni x üstəgəl y üstəgəl a-nın ədədi ortanın sayına bölüb tapırdıq, düzdürmü? 12-dən kiçik olmaz. Bu demək ki, 12-dən həm böyük, həm də bərabər olar 12-dən. Baxaq görək o ədəd hansıdır? Bu cəm neçədir? 20. 20 üstə a bölək 3 böyük bərabər 12. Burada alırıq nə? 20 üstə gələk a böyük bərabərdir 36. Sonra burada a-nı alırıq böyük bərabər neçə? 16. Düzdürmü? Kəsirin nə vaxt mənası var idi? Demişdik ki, kəsirin mənası olması üçün kəsirin məxrəci heç vaxt həmişə sıfırdan fərqli olmalıdır. Yəni o deməkdir ki, bu ifadə, yəni kəsirin məxrəci sıfırdan həmişə böyük olmalıdır. Yəni kök altda x 2x çıxaq 10 böyük götürməli sıfırdan. Amma kökünüz şərt o idi ki, kök altı ifadə həmişə sıfırdan böyük bərabər olmalıydı. Düzdürmü? Mənası olmaq üçün bərabərliyi atırıq biz. Çünki bu məxrəcdədir ona görə. İndi yazırıq 2x çıxaq 10 böyükdür sıfırdan, 2x böyükdür 10-dan, x böyükdür 5-dən. Deməli, x-in 5-dən böyük hallarında, yəni C variantında, bütün hallarda bu ifadənin mənası var. Sonra 10-cu çalışmaya baxaq. 10-da isə bizə verib pi çıxaq 4 vuraq 2x minus 6 kiçik bərabərdir 0. Uşaqlar, bu ifadənin biz pi-ni üstəmiz 14 götürün. Bu ifadənin mənfi olduğunu bilirik. Onda bu işarə dəyişir. Bax, təsəvvür edin, mənfi vuraq, belə deyək də, 2x çıxaq 6 kiçik bərabərdir 0 veribsə, biz nə edirik? Bu mənfiyə bölürük birinci. Alırıq 2x çıxaq 6 böyük bərabərdir 0. Onda 2x böyük bərabərdir 0, 6 alsaq, x də böyük bərabərdir 3 olar. Cavabımız olar 3-dən böyük bərabərlər, yəni B variantı. Sonra 11-də isə aşağıdakılardan hansının yeganə həlli var? Baxaq ki, aşağıdakılardan hansının yeganə həlli var? Deməli, birinci verib modulda, uşaqlar ümumiyyətlə A variantının, bir dənə böyüdüyüm şəkil üzərində göstərim. A variantının həlli yoxdur. Niyə? Çünki modul heç vaxt mənfidən kiçik ola bilməz. Düzdürmü? Modul, bura baxın, B variantına diqqət edin uşaqlar. B variantında verib ki, x üstə gələk 2-nin modulu sıfırdan kiçik bərabərdir. Uşaqlar, kiçik halı heç vaxt mümkün deyil, amma bərabər halı mümkündür. Çünki sıfırdan kiçik ola bilməz modul. X-in mənfi 2 qiymətində, yəni yeganə ədəddir ki, burada, bu ifadədə, x-in mənfi 2 qiymətində bu ifadənin mənası var. Yəni yeganə həlli var. Cavabımız olar B bənd. Sonra 12-də isə bizə verib modulda x minus 7 bölək 3 kiçikdir 2. Bərabərsinin ən kiçik və ən böyük tam həllinin hansını tap. Deməli, ən böyük tam həll vuraq ən kiçik tam həlli soruşur bizdən. Necə tapacaq? Gəlin baxaq. Deməli, x çıxaq 7
bölək 3'ü bir dəfə 2-dən kiçik, bir dəfə x çıxaq 7 bölək 3'ü böyükdür mənfi 2-dən götürüb həll etməliyik. Bir dəfə özündən, bir dəfə mənfisindən. Deməli, yazırıq burada nə? X çıxaq 7 kiçikdir 3 kimi 6-dan. X çıxaq 7 böyükdür mənfi 6. Burada alırıq nə? X kiçikdir 13-dən. X böyükdür 1-dən. İndi 1-dən böyük 13-dən kiçik hansı ədədlər var? 1-13 aralığıda, düzdürmü? 1-13 aralığı. Düzdür? İndi 1-13 aralığına diqqət edin. Aha. Burada ən kiçik tam həll neçədir? 2-dir. Ən böyük tam həll neçədir? 12-dir. Düzdürmü? Hasilini soruşur. 2 vur 12. O da deyər 24. Cavabımız olar C variantı. Burada 6-cı tapşırıqda diqqət eləsək nə verib? A bərabərdir verib 3 10. Bir də B bərabərdir 5 12 verib. Düzdürmü? Əgər bura biz diqqət eləsək, bu aralıq olaraq verib. Yəni A 10 ilə 3 arasındadır. B isə 12 ilə 5 arasındadır. Bu bunu demək istəyir. İndi bura diqqət edək. Deməli, açıq şəkildə A-nın çoxluqlarını yazsaq hansılardır? 4, 5, 6, 7, 8, 9. B-ninkini yazsaq çoxluqlarını. 6, 7, 8, 9, 10 və 11. İndi A ilə B-ni birləşdirsək biz nə alarıq? Alarıq birləşməsindəki 4, 5, 6, 7, 8, 9, 10 və 11. Bu oldu bütün elementlər. İndi deyir, daxil olan tam ədədlərin sayını tap. 1, 2, 3, 4, 5, 6, 7, 8. Cavabımız olar A variantı. 8. Sonra keçək növbəti tapşırığa. Keçək 9-dan B variantına. Deməli, variant B. Baxaq birinci suala. Aha, sual 1-də bizə yenə deyir ki, tərəfi A olan bərabər tərəfli üçbucaqda. Deməli, yenə bərabər tərəfli üçbucağımız var, tərəfləri A. Deməli, biz bilirik ki, bunun perimetri nədir? 3A'dır da, düzdürmü? 3 tərəfin cəmi oldu bunun perimetri. Və bizə deyir ki, A, yəni həmin tərəf 2 ilə 3 arasında yerləşirsə, bu üçbucağın perimetrin qiymətini tapır. Uşaqlar, perimetr nədir? 3A'dır. Deməli, yerinə qoyuram. 3A'nı gəlim tapam. Bu A budursa, 3A'nı tapsam, yəni 3 vuraq A'nı. Hər tərəfi vuram 3'ə. Bu deyir 9, bu deyir 6. Onda perimetr 3 artısa getirib yerinə qoyuram burada P-ni. P 9 ilə 6 arasında deməkdir. Cavabımız olar C variantı. Sual 2-də isə 4x çıxaq 5, 5'in modulu deyir 5'dən kiçikdir. Bərabərsizliyin tam həllərinin sayını tapın. Baxın uşaqlar, yazıram bir dəfə. 4x çıxaq 5 həqiqətən 5'dən kiçik bərabər. Bir dəfə də 4x çıxaq 5 onun mənfisindən böyük. Böyük bərabəri işarəni dəyişirik də mənfi 5'dən. Burada alırıq nə? 4x kiçik bərabərdir 10'dan. Burada alırıq 4x böyük bərabərdir 0'dan. Düzdürmü? Yəni 0'dan böyüklərdə. Burada alırıq x kiçik bərabərdir 2 onda 5'dən. X böyük bərabərdir 0'dan alırıq. İndi 0'dan böyük 2 onda 5'dən kiçiklər hansılardır? 0, 2 onda 5. Böyük mütərizə ilə. Tam həllərin sayını tapırız. 0, 1, bir də 2. Neçə dənə oldu? 3 dənə. Cavabımız olar C variantı. Üçüncü sualda isə x böl 3 çıxaq x böl 4 böyükdür 2. Bərabərsinin ən kiçik tam həllini soruşur. Ən kiçik tam həllini soruşur. Necə tapacağıq? Sadələşdirək 12'də 4x çıxaq 3x böyükdür 2'dən. Burada alırıq nə? X böl 12 böyükdür 2'dən. Tənasüblə atsaq x böyükdür 24'dən. İndi 24'dən böyük ən kiçik tam ədəd hansıdır? Ən kiçik tam həll 24'dən böyük ən kiçik ədəd 25'dir təbii ki. Cavabımız olar D variantı. Dördüncü sualda isə bizə deyir ki 3 vuraq
x plus 2 üstə gələk 5x böyükdür 30 bərabərəsini həll et. 3x sadələşdirirəm. Üstə gələk 6, üstə gələk 5x böyükdür 30. Oxşar bir həllər toplasam 8x böyükdür 30 çıxaq 6. 24. X sonunda böyük olur 24 bölü 8'dən, yəni 3'dən. İndi 3'dən böyüklər. Var elə bir cavab bəli B variantında var. 5-ci çarpışmada isə x minus 3'ün modulu deyir 5'dən böyükdür. Bərabərsinə həll edin. Bir dəfə yazırıq x çıxaq 3 böyükdür 5'dən. Bir dəfə də x çıxaq 3 kiçikdir onun mənfisindən. Mənfi 5'dən. Burada alırıq nə? X böyükdür 8'dən, x kiçikdir mənfi 2'dən. İndi mənfi 2'dən kiçiklər 8'dən böyüklər. Yəni mənfi 2 daha doğrusu üzrsən, mənfi 8, mənfi sonsuzluq mənfi 2 birləşmə 8 müsbət sonsuzluq. Sorumuz oldu belə. Görək harada var bu? B variantında yer alır. 6-cı sualda isə deyir A 3-10 aralığındadır və B 5-12 aralığındadır. Deyir A ilə B-nin kəsişməsin. Daxil olan tam ədədlərin sayını soruşur. Uşaqlar A nə deməkdir burada? Çoxluq olaraq veribsə 4, 5, 6, 7, 8, 9'dur. B nədir? 5 ilə 12'nin arasındakılar. 6, 7, 8, 9, 10 və 11'dir. Yəni çoxluq olaraq. A 3 ilə 10 arasında demir, parça şəklində veriblər, düzdürmü? Boş parça şəklində. Mən də onu çoxluq şəklində yazdım. İndi bizə A ilə B-nin kəsişməsini deyirsə, kəsişmə nə idi? İkisində də eyni olanlar. 6 ikisində də var yazıram bura. 7 hər ikisində var. 8 hər ikisində var və 9 var. Neçə dənə oldu? 4 dənə element. Cavabımız oldu B variantı. Növbəti sual 7-ci çarpışmada isə aha, 7-ci çarpışmada isə deyir A-nın hansı qiymətində 7A minus 32 ifadəsi ilə 3A üstə gəlir 8 ifadəsinin fərqi mənfi qiymət alır. Çıxaq 3A plus 8 ifadəsinin qiyməti mənfi alır. Yəni sıfırdan kiçik olur. Yəni sadələşdirək. 7A çıxaq 32 çıxaq 3A çıxaq 8 kiçikdir 0. Oxşar bir həllər toplayaq. Deməli 7 ilə mənfi 3A-nın cəmi eləyir 4A çıxaq 40 kiçikdir 0. Alır burada 4A kiçikdir 40'dan, A da kiçikdir 10'dan. Düzdürmü? İndi 10'dan kiçiklər. Cavabımız olar B variantı. 8-ci sualda isə cəmi 16 olan 2 ədədə, yəni x-dan y-in cəmi 16. 2 ədəd hansı ən kiçik ədədə əlavə etsək, tutaq ki, x üstə gəl y üstə gəl olsun A. Ən kiçik ədəd olsun A. Etsək, bu 3 ədədin ədədi ortası 10'dan kiçik olmaz. Ədədi ortası bölürük sayına 10'dan kiçik olmaz. Yəni böyük bərabərdir 10 olar. Bu cəm var. Neçədir? 16'dır, düzdürmü? Yazıram 16 üstə gələk A bölək 3 böyük bərabərdir 10. Burada alıram nə? 16 üstə gələk A, bunun məxrəcini 1 yazıb tənasübünü atsam, böyük bərabərdir 33 vuraq 10, düzdürmü? A da böyük bərabər nə olur? 30 çıx 16, yəni 14. 14'dən böyük bərabər, yəni həm də 14 özü daxildir. Cavabımız olar D variantı. 14. 9-cu çarpışmada isə x-in hansı qiymətində 1 bölək kök altında 3x minus 12 ifadəsinin mənası var? X-in hansı? Uşaqlar kök altının biz bilirik ki bir dənə şərti var idi. Deyirdik kök altında ifadə nə olsun? Tutaq ki məsələn A yazırıq. Həmişə A sıfırdan böyük bərabər idi. Düzdürmü? Bu şərti vardı. Kök altı ifadənin bu şərti vardı. Amma daha doğrusu üzrəm kəsrinin isə belə bir şərti vardı ki, məxrəc sıfırdan fərqli olsun.
Onda bu bərabərliyi götürdük. Olur A böyükdür 0 olmalıdır. Düzdürmü? Əgər məxrəcə düşübsə. Onda biz nə edəcəyik? 3x minus 12-ni böyükdür. Bərabər yox, A böyükdür 0 götürəcəyik. Burada alacağıq 3x böyükdür 12, x böyükdür 4. Cavabımız olacaq x-in 4-dən böyük halı. A variantı. 10-cu çalışmada isə deyir pi minus 4 vuraq 3x minus 6 kiçik bərabər 0. Uşaqlar bu ifadə mənfidir. Çünki pi 3,14. Mənfini hər hansı bir ədədə varanda kiçikliyibsə, deməli bu mənfidir, bu müsbət 2 kiçikliyib də, düzdürmü? Deməli bunu müsbət götürəcəyik. Yəni 3x çıxaq 6-nı böyük bərabər 0 götürəcəyik. 3x böyük bərabərdir 6, x böyük bərabərdir 2 alacağıq. Cavabımız olacaq A variantı. 11-ci çalışmada isə bizə deyir ki, aşağıdakilərin hansının yeganə həlli var? Uşaqlar, bu mümkün deyil. Çünki mənfidən kiçik heç vaxt modul ola bilməz. Mənfidən kiçik heç vaxt modul ola bilməz. Yeni yazacaq. Burada isə bu ola bilər, amma bura diqqətlə baxın, burada yeganə hal var. Modulda x minus 2 kiçik bərabər 0. Modul heç vaxt 0-dan kiçik ola bilməz. Yəni bu halı yanlışdır. Amma bu bərabər halı doğrudur. Yəni x çıxaq 2-ni 0-a bərabər halı var. O da x-in 2 qiymətində. Deməli x-in 2 qiymətində bu ifadənin, yəni verilmiş C variantındakı ifadənin yeganə həlli var. 12-ci çalışmada isə x minus 8 bölək 2 kiçikdir 3 bərabərsinin ən kiçik və ən böyük tam həllinin hansını tap. Tam həll, bura ən böyük tam həll tapın. Gəlin yazaq bu modulda da. Modulu açaq uşaqlar. X çıxaq 8 bölək 2 kiçikdir 3-dən. Bir dəfə də böyükdür mənfisindən. Mənfi 3-dən. Sadələşdirək. X çıxaq, bunun məxrəcini 1 yazsaq hər ikisində, tənasübünü açırıq da. X çıxaq 8 kiçikdir 6-dan, yəni 3 vuraq 2-dən. Bir də x çıxaq 8 böyükdür mənfi 6-dan. Düzdürmü? Burada alırıq x kiçikdir 14-dən, burada da alırıq x böyükdür 2-dən. İndi 2-dən böyük 14-dən kiçik olan ədədlər hansılardır? 2, 14 aralığında, doğrudurmu? Düzdürmü? Aha. İndi bizə deyir, ən kiçik, ən böyük tam həll. Ən kiçik tam həlli nə olacaq? 2-dən böyük ən kiçik ədəd hansıdır? 3-dür. Ən böyük tam həll nə olacaq? 14-dən kiçik ən böyük ədəd hansıdır? 13-dür. İndi bunların hansını soruşur bizdən? 3 ilə 13-ün hansını. O da eləyəcək 39. Cavabımız olacaq B variantı. Bu qədər uşaqlar, təşəkkür eləmək istəsəz kanala abunə olmağınız kifayətdir. Sağ olun.